Qocaqçılar və JavaScript sevənlər, bu proqramlaşdırma dünyasıyla nəfəs alanlar, hər kəsə salamlar. Necəsiniz? Qocaq kanalında JavaScript videolarını çox ciddi olaraq izləyənlər bilir. JavaScript müasirləşdi ECMAScript 6 gələndə. Amma onun əvvəlki kodları və onun əvvəlki bütün standartları öz yerində qalır bir mənalı olaraq və bugünün mövzusu da əslində öz kökünü köhnələrdən alır. Mən bugün istəyəcəm həm köhnəni tanıyaq, həm də yenini. Vanilla JavaScript dünyasında, yəni ənənəvi JavaScriptdən danışırıqsa, onun özəyində prototip deyə bir şey dayanır. Yəni bütün obyektlər özlərini necə aparmalıdır və bir-biri ilə necə danışmalı, nə ötürməlidir? Bunlar hamısı prototiplərində yazılır və üstəlik də ki, ECMAScript 6 gəlməyənə qədər bizlər həmişə prototipə müraciət edirdik və onun üzərindən bir çox dəyişiklikləri yeridə bilirdik. Amma ECMAScript 6-dan sonra klass dünyası daha düzgün, daha bizə yaxın olan formada gələndə biz demək olar ki, bütün işlərimizi biraz fərqli yazdıq, daha müasir yazdıq, daha maraqlı yazdıq. Çünki sən demə miras anlayışı, bugünün mövzusu da məhz inheritance, miras anlayışı. Sən demə miras prototip üzərindən gələn bir varlıqdır ki, ECMAScript 6-da dəyişdi, daha da maraqlı formaya gəldi. Bizlər həm köhnəni tanımalıyıq, həm də belədir ki, yeni də yazmalıyıq. Amma nə olur olsun, OP dünyasında mirası tanımamaq mümkün deyil. Belədir ki, yaxın durun. Inheritance in JavaScript. Getdik. Mən artıq redaktördən və gəlin başlayaq. İstəyərəm ən klassik üsulla necə təşkil olunur miras işi, deyək ki, pərdə arxası prototip varlığı necə işə düşür, onu göstərim və sonra da daha da müasir yollara əl ataq. İstəyəcəm ən sadə formada bugün bir miras işini anlayaq, bilək. Çünki inheritance OP dünyasında fərqi yoxdur, hansı proqramlaşdırma dilindəsənsə bilmək zəruridir. Çünki gələcəyinə hələ bizim TypeScript adında çox maraqlı mövzumuz başlayacaq YouTube-da və Qocaq kanalında məhz o kəslər bu işə keçid alacaq. Haçan JavaScript, Vanilla JavaScript biliyi zirvədədir bir mənalı olaraq və OP kimi gəlib. Ondan sonra daha da maraqlı olur, frameworklər və s. və axır. Belələ getdik. Deməli, nə etmək istəyəcəm? Mən sadə bildiyim, ən çox da deyərdim məşhur olacaq klass dünyasını yaratmaq istəyənsə animal varlığına keçid alırsan. Niyə də etməyək? Gəlin deyim ki, gəlin elə burada deyim ki, hətta const animal bərabərdir və gəlin bir obyekt yaradım. Bu arada animalda düz yazmadım. Deməli neyini? Məsələn, is alive deyə bir qoy mənim niyə də açarım olmasın və canlıdırmı? Bəli. Sonra gəlin deyək ki, nə edir? Çox zamanda metodu olaraq, indi bu saat metod deyil sadəcə, mən indi bu saat içində çox maraqlı formada işlər qururam və aydın məsələdir ki, metod yaratmış oluram, amma belə etməyəcəm, birbaşa it və deyəcəm ki, belə eləyək, return və rahat şəkildə nə yaza bilərəm? Əslində çox maraqlı işlər görmək olar, amma gəlin elə sözü gedən, bax bu obyektin adı vurğulanan kimi deyim ki, is eating da itdirsə, yəni yemək bir metodu gəlsə, eating deyə bilərəm. Belə bir şey yazın, məncə mənə bəsdir. Bu qədər. Və çox içini doldurmayaq əslində. Çünki çox zamanda bir OP dünyasına keçid alırsa, inheritance mövzusu gəlirsə, animal məsələsi ortalığa çıxır. Fərqi yoxdur əslində nədir. Bir iki başqa misallar da yazacaq. Amma getdik. Deyirəm ki, gəl belə eləyək. Cat adında bir deməli özüm üçün bir yeni dəyişən yaradıram. Amma ECMAScript 6-da yox, bildiyim artıq object ana klası var ki, sən demə ona desəm create, bu zaman istənilən obyekti ona versəm, deyim ki, animal. Hə, bax, burada çox maraqlı bir seyr baş verir. Mexanizm işə düşür.
prototip burada böyle bir iş görür. Obyektin içinde bir prototip mekanizmi var ki miras işi artık burada işleyir. Çünkü cat bir değişen idi. Ve animal da ayrıca bir obyekttir. Aslında bu ince bir mekan var. Birazdan göstereceğim. Ama iş mekanizmin özünü göre. Sen deme object ana böyük bir klasa desem ki create animal ve salam da onda elə çıxır ki mən rahatlıkla burada deyə bilərəm ki cat nöqtə name gəlin deyək ki bərabərdir. Bizdə Cody adında bir pişik var mesela. Cody. Düzdürmü? Və console log deyə bilərəm ki cat eat. Niyə də yox? Cat eat. Belə bir şey yəqin ki deyə bilirəm və nəticəsini də istəyərəm görüm. Və indi bu saat Cody is eating. Nə maraqlı. Həqiqətən də belə çıxır ki, mənim indi bu saat çox maraqlı bir iş gördüm. Əslində bu bir incə məqam var. İndi birazdan onu göstərəcəm. Çox maraqlı bir iş gördüm. Sən demə, mən burada eat məsələsini name verən kimi yaza bildim. Yəni eyni zamanda hətta gedib yoxlayaram ki, onda gəl belə eləyək. Konsolluqda bir də bir sənə deyirəm. Is alive. Cat is alive. Çox maraqlıdır ki, true'nu ona verərmi və evvələ true. Çox maraqlıdır, amma artıq pərdə arxası baş verəni indidən göstərirəm. Vanilla JavaScript bildiyim ənənəvi təmiz JavaScript necə işləyirdi əvvəllər, ümumiyyətlə ECMAS 6 gəlməyənə kimi miras görə biləcəyim bir işi ümumiyyətlə bütün hamısında hər yerdə prototip var. Bütüncül prototip olmadan bir obyekt özü necə aparmalıdır bilməzdi. Amma içi mexanizmi artıq elə təşkil olunub ki, funksiya özü necə aparmalıdır, obyekt özü necə aparmalıdır və s. və axırı hamısı prototipdə var və bu prototipdə artıq təşkil olunub. Bizim özəyimiz də prototipə yönəlməkdir. Birazdan onun hamısını göstərəcəm. Amma mən artıq bir cat yaratdım. Ad da verdim ona. Nə yaxşı obyektdən yararlanaraq mən artıq eat metodunu real olaraq tətbiq etdim. Belə bir şey nəticədə mənə Cody is eating və sonra da is alive true verir. Və istəyərəm incə bir iki məqam var ki, ona indidən toxunaq ki, sonra deməsinlər ki, məncə bunu başqa cürdə yazmaq olardı. İndi isə gəlin maraqlı, fərqli məqamı göstərim. Biləsiniz ki, bir dəqiqə object create niyə yazdıq axı? Məyər mən gedib belə bir şey yaza bilməzdimmi? Deyə bilməzdimmi? Məsələn, const cat bərabərdir animal. Belə bir şey yazsam yenə də işləməzdimmi? Çox maraqlı məqam. İndi başlayır, amma gəlin run edim və bu zaman görürəm ki, həqiqətən də eyni nəticə alıram. Yəni belə çıxır ki, nə deyə object create yazdıq? Bu çox əslində maraqlı məqamdır ki, gəlin əvvəldə bunu anlayaq da, bundan sonra object create'in gücünü bilmiş olaq. Məsələ ondadır ki, mən bir anlıq buranı daha komment edirəm, hələ ki ona heç ehtiyacım yoxdur və gedib nə soruşmaq istəyərəm əslində. Console logda soruşmaq istəyərəm ki, cat ciddi olaraq, hətta üçüncü bərabərdə yazım, animal'la bərabərdir ya yox. Birinci onu öyrənmək istəyirəm. Çox maraqlıdır. Sadəcə mən yazdım ki, const cat bərabərdir animal. Gəlin birinci run edim və həqiqətən də alias, yəni onun ləqəbidir cat animal üçün. Animal artıq var. Və cat ona sadəcə yeni bir ad kimi eyni bir obyektdir sən demə. Başa düşmək lazım ki, burada bu qədər bəsit bir şey deyilmiş. Gəlin bir baxaq görək başqa bir məqama. Mənə çox maraqlı başqa bir şey də var. Gəlin deyim ki, console logda varmı cat, gəlin deyək ki, cat nöqtə own has own property və ona verək is
is alive belə bir şey və vardı mı catdə elə bir şey xüsusiyyət? Çox maraqlıdır. True deyir. Amma qayıdaq, söndürək bunu və bu tərəfdə create, object create'də bunu bir daha soruşaq və fikir verin ki, bir dəqiqə, tam yeni bir obyekt yaranır və miras olaraq animaldan alır, property, prototip işləyərəkdən. Yəni mirası animaldan alır. Birincisi, catlə animal eynidirmi? Xeyr, tam yeni bir obyekt yaranır. Cat başqa, animal başqa. İkinci, bu bağlantı əsasında deyə bilərəmmi? Cat deyə bir obyektin özünün is alive propertisi varmı? Yoxdur. Nə varsa təşkil olunur animaldan. Çox maraqlı incə məqam baxın buradır. Çox maraqlı məqam buradır. Sən demə, bu qədər bəsit deyil. Vanilla JavaScript'də sadəcə cat bərabərdir animal yazmaq. Bu düz deyil. Sən miras anlamını yaşatmaq istəsənsə, sən yeni obyekt yaratmaq istəsənsə, animaldan belə deyək, onda sən object create yazmalısan və fərqi nədir? Bərabər yazmaq yoxsa object create yazmaq? Fərqi odur ki, const cat bərabərdir animal gedir, elə həmin animal olur da, sadəcə dəyişən adı dəyişir, amma refer, yəni real refer olur, real animal qalır öz yerində. Aydındırmı? Və beləliklə anlayıram, bilirəm ki, sən demə nə maraqlıdır bu iş. Əslində gəlin başqa şeylər də göstərim, biləsiniz. Amma əsas məqam nədir? Yəni incə məqama indidən toxundum. Dedim ki, bir neçəsi deyə bilər ki, nə deyə object create yazırıq? Elə bərabər də animal yazaq. Bayaqki kimi elə Koji is eating əldə edərik. Yanlış fikirdir. Çünki yeni obyekt yaratmaq, prototipindən bir animal yararlanmaq tam başqa bir şeydir. Yəni cat artıq yenidir, yeni bir obyektdir, amma hər şeyini miras olaraq animaldan ala bilir. Və özdə fikir verin ki, animalda name yoxdur. Düzdürmü? Amma mən yazıram cat.name Koji. Bir dəfəlik bir də siz nə öyrənmək istəyirəm. Gəlin buranı tamamən yığışdırım və console logda deyim cat.name, düzdürmü? Və eyni zamanda gedim animal.name, ikisini də soruşum və görək mənə nə deyir. Nə maraqlıdır. Belə bir şey object create'də göstərdi. Yəni cat name bu obyektin name'i Koji'dir, amma animal'a təsir göstərmədi. Amma gəlin bir anlıq comment edim və uncomment edim cat bərabərdir animal hissəsini və bir daha run edim. Voilà. Cat name dedinsə Koji, əslində animal'a demiş oldun. Bax, əsas məqam budur. Əsas məqam budur və bunları bilənə, bunlarla işləyənə və gələcəyinə daha da güclü biliklərə sahib olmaq istəyənə bu məqamı bilib tətbiq etmək mütləqdir. Baxın, kimsə object.create'ə barmaq arası baxmamalıdır. Çünki miras işi başlayır. Çünki sən demə prototipində animaldan hər şey alır, amma yeni obyekt yaradır. Animal'a toxunmuruq ha. Ondan qaynaqlanırıq. Ondan qaynaqlanan, əldə olunan hər şey nə gözəl. Amma cat özü də name adında bir maraqlı property'yə sahib olur. Cat'ə verdiyin name bu demək deyil. Object create eləmsənsə animal da əldə edəcək. Xeyr, amma İndi bayaq yoxladıq. Sən demək cat bərabərdir animaldır. Sən eyni şeydir. Cat.name yazdın ya animal.name yazdın, eyni şeydir. Bax, belə incə məqamları bilənin gələcək proqramçısı 100%
gözəl yazacaq. Bunu indidən bilmək lazımdır. Bunu gözəl biləni həyat doğrudan da ki, gələcəkdə gözəldir. Ona görə mən bunu göstərməsəm, sonra sözdə desəm o effekti almaram. Has on property bilənə eyni zamanda mən hətta gedib soruşa bilirəm ki, yenə də deyirəm, gəlin buranı yığışdırım və console logda deyə bilirəm bir mənalı olaraq. Məsələn, bayaq nəyi göstərmişdim? Deyəsən bunu uncomment edim və demişdim ki, birbaşa soruşa bilirdim. Hətta gəlin belə bir şey yazım ki, object nöqtə get və on gəlin birbaşa prototype of və öyrənmək istəyirəm nəyi. Bir saniyə gedim cat deyim və run edim. Bir fikir verin ki, mən burada yazdığım çox maraqlı bir şey olur. Prototipini öyrənmək istəyirəm və bərabərdirmi animal. Hətta belə verim. Niyə də yox. Prototip varlığını animaldan götürürmü? Animaldan. Çox maraqlı bir şeydir. Həqiqətən deyil, bəli. Mən bir anda bunu söndürüm. Çox maraqlıdır ki, belə bir şey yazmağım. Run etmək istəyəndə yox, burada mirasdan söhbət də getmir. Prototip varlığından da söhbət getmir. Sadəcə animal, sadəcə cat dəyişənim gedib olub animal. Da nə istəyirsiniz? Yəni on property ilə soruşub bir çox şey görə bilirsiniz. Get prototype of-dan soruşa bilirsiniz və görürsünüz ki, nə maraqlı. Hətta belə bir halda da mən gedib gəlin qaytarım yenə. Əslində bir çox misallarla da bunu göstərmək olar, amma məncə ən özəyi, ürəyi bu məsələdir. Və yenə də deyirəm, artıq obyekt yaranıbsa, prototype deməyim və gedib görürəm ki, sən demə, nə maraqlıdır. Animalın deməli mirasda iştirak etməsini görürəm. Amma həmin belə bir məqamda name yoxdur. Baxın, əsas məqam odur. Object cat göstərirəm də, amma name yoxdur. Name'i mən artıq birbaşa sonradan vermiş oluram cat-ə və işimi davam edirəm. Yəni, bu əsas məqamdır ki, mən mirasdan nə əldə etdim? Mən mirasdan əldə etdiyim is alive, bir də it adında metod oldu. Özümün nəyi var? Name. Belə bir məqamı daha da ECMAS 6-da yazaraqdan hiss edəcəm, görəcəm, daha gözəl olacaq. Çünki ECMAS 6 mənə daha nə dünyanı vermədi. ECMAS 6 mənə tam başqa şeylər verdi. Və biz həmişə yeni JavaScript-də yazanda eləyəndə həmişə vurğulayır ki, bu ECMAS-dan gəldi, bu ECMAS 6-dan gəldi, bu ECMAS 6-dan gəldi. Özək və sıçrayış, belə deyəlim, tərəqqi ECMAS 6-dan gəldi və əslində başqa misallardan da göstərmək olar. Məncə bu yetərlidir ki, anlayasınız. Mirasdan ötürüləndən sonra mən özüm də bir çox şeylər yaza bilirəm, object create edəndən sonra, amma köhnə ənənəvi JavaScript anlayışı mənə təmiz JavaScript anlayışı, köhnə JavaScript ECMAS 6 gəlmədən artıq mənə göstərir ki, miras prototipdə gizlənir. Yaxşı JavaScript bilənə miras prototipdə gizlənir. Bunu indi göstərdim, bildiniz. Yəni bunu indi göstərdim. Sonra onsuz da göstərməyəcəm, çünki bizlər hamımız daha da müasir JavaScript-də yazırıq, amma o nədir ki, prototip deyə həmişə deyirik, bugün hər şeyi göstərəcəm. Mən düşünürəm ki, bu qədər incəliyinə vardıqsa, bu işi daha da irəliyə aparmaq olar və cat-lə animalın arasındakı olan maraqlı bir əlaqəni daha da incəliyinə kimi görmək olar. Çünki mən daha miras nədir get-gedə ciddi formada görmək istəyirəm. Ha ECMAS 6 dünyasında, ha bildiyimiz standart ondan qabaqki prototip dünyasında. Çünki köhnə bilə-bilə stildə yazılan bir çox JavaScript-də
kodlar görəcəksiniz və orada həmişə prototip yazılır. Amma hər şey bir gəlin başa düşək bilək. Məsələ nədir? Gəlin sizin üçün belə bir şey yazım. Birinci neyniyək? Bağlantıya baxaq. Düzdürmü? Gəlin deyək ki, mən nə etmək istəyirəm ilahi? Gəlin birinci animalın özünə nə edək? Çox maraqlıdır. Gəlin belə eləyək. Gəlin birinci cat'də bunu deyim, sonra animalda göstərərəm. Çünki animalda göstərməyim o qədər düz deyil. Amma hər şey görək də, düzdürmü? Gəlin belə bir şey deyim. Nə edirik? Adətən deyə bilərik ki, pişik miyolduyur, düzdürmü? Gəlin deyək ki, cat, gəlin deyək ki, cat nöqtə meow, düzdürmü? Bərabərdir və anonim bir funksiya yazaq, başqa bir şey də istəmirəm. Düzdürmü? Və deyək ki, mənə return edir, bir string return edir, meow deyə bilərəm. Niyə də yox? Belə bir şey eləsin və nə etmək istəyəcəm? Gəlin console logda özüm bilə-bilə belə bir şey göstərmək istəyim. Deyim ki, onda elə çıxır ki, mən yaza bilərəm cat nöqtə meow, hətta meow, belə bir şey deyim və çağırım bu metodu, düzdürmü? Cat'in özünə vermişəm meow adında, deməli onun bir metodu olacaqdır və çox ehtimalən mən indi bu saat cat meow desəm metod olaraq o da mənə meow adında meow deməli bir çağırış edər, mənə qaytarar. Mən onu gördüm. Gözəl də işlədi. Çox möhtəşəm işlədi. Düzdürmü? Bir də var ki, mən gedim başqa bir şey yoxlayım. Görəsən bu meow eyni zamanda mənə çox maraqlıdır. Niyə də yox? Bax bu sözü gedən meowdan 2 dənə təkrar edirəm, amma animalda da vermək istəyirəm. Animalın özünə bu meow keçdimi? Çox maraqlıdır. Yəni bunu test eləməsəm, bunu hiss eləməsəm mümkün deyil. Bildiyim Vanilla JavaScript'in hər iki dünyasını tanımaq lazımdır. ECMAScript 6-dan qabaq və ECMAScript 6-dan sonra. Çünki bunu bir dəfə tanıyacaq, ömrü boyu biləcək. Çünki əslində başqa bir interpretatorlar var ki, çevirir istənilən kodları köhnə JavaScript'də və məhz onda görürsən ki, bu həmin miras söhbətidir. Gəlin görək ki, mən yazdığım, cat üçün yazdığım meow animala təsir edib etməyib və run edirəm. Görürəm ki, birinci cat işlədi, amma animalda işləmədi. Animalda error aldım. Deyir ki, animal meow is not a function. Nə maraqlı. Nə gözəl, həqiqətən də düzdür. Həqiqətən də düzdür. Amma indi başqa şey etmək istəyəcəm. Gəlin cat meow deməyim. Gedim obyektin özünə təsir göstərim. Yəni animala təsir göstərim. Görüm nə olar. Amma çox maraqlıdır ki, hansı yerdə bunu edirəm. Çox maraqlıdır mənə. Gəlin deyim ki, animal meow yazıram. Və sonra soruşuram cat meow, animal meow. Və run edirəm. Bu dəfə ikisi də işlədi. Bir obyekt yaratsam belə, sonra aydın məsələ ki, bu miras bağlantısı çox maraqlıdır. Deməli, bir var bağlılığı, düzdürmü? Animal meow desəm. Bir də var, burada cat yazsaydım, bu artıq kölgədə qalmağı effektidir. Bir fikir verin ki, deyir, bir dəqiqə, cat'ə yazdınsa bu cat'ə aiddir. Amma animaldan onda nə varsa miras olaraq aldın, sonra özünün meow adında metodunu yazdın. Anlayıram. Deməli, miras olaraq gəlməsi başqa, amma eyni zamanda fikir verin ki, özün olması başqa. Gəlin miras işində isə inheritance mütləq şəkildə qarşınıza çıxacaq. İndidən də biraz overridingdən danışaq. Yəni üstündən yaza bilirsən, yəni məhz
deyək ki, ümumən sənə miras olaraq verilib ki, yeməyə qadirdir istənilən bir heyvan, animal ailəsi. Gəlin bu hələ ki standart bildiyimiz object crate dünyasında hələ ki qalaq və məsələ ondadır ki, bəlkə də pişiklər yemək yemir. Amma miras olaraq mənə gəlib, məsələn, deyə bilərəm ki, cat.eat niyə də yox və gəlin yoxlayaq ki, pişik yemək yiyirmi ya yox, cat is eating. Amma ola bilsin ki, bu məsələdə mənim bu obyektimdə yemək yoxdur. Məsələn, onda gəlin bir yoxlayaq görək ki, yazsam ki, cat eat, düzdürmü, bərabərdir və müdaxilə edirəm. Name yaratmışam, name yox idi animalda. Çünki hər bir, deyək ki, maraqlı bir heyvana ad mən sonradan verirəm. Ona görə də cat.name yazdım, problem yoxdur. Amma bir də var ki, deyim ki, bax, bu kod yemək yemir. Yemir də. Ona görə gəlin bu həmin eat metoduna yeni, üstündən yeni bir deməli iş deməli əlavə edim. Üzərindən yazma olsun. Deyim ki, yox. Bax budur, nə olsun? Eyni adda olacaq. Eyni sanki bacarıqdır, amma fərqli bir icradır. Məsələn, deyəm ki, hamısında yemək yiyirsə heyvanlar, amma bax bu kodda iş başqadır. Deyəcəm ki, gəlin elə burada override edim. Deyim stop eating. Niyə də yox? Eating. Hətta 3 nida verim. Stop eating. Yəni mən indi bu saat çağırsam və run etsəm, artıq bu kodi pişiyi da yemək yemir. Dayandırıb yeməyi. Və nə maraqlıdır. Deməli, əslində bütün heyvanlar, gəlin deyək ki, const dog bərabərdir. Yenə də yazıram object və crate deyirəm. Yenə də qoy animaldan götürsün bütün bu nə varsa. Düzdürmü? Və indi bu saat fikir verin ki, cat eat ilə dog eat metodlarının ikisini də icra edirəm və burada yəqin ki name vermədim. Gəlin name də verim ki bizdə dog'un adı yoxdur. Gəlin deyək ki dog name olsun, bərabərdir. Gəlin deyək ki Goofy. Yadında deyil, Goofy belə yazılır deyə yox. Və qoy belə də yazılsın, Goofy. Və run edim, undefined is eating olmasın da, düzdürmü? Biraz maraqlı deyil. Goofy is eating, çox maraqlıdır. 2 obyektim var, animaldan götürmüşəm. Yəni yemək bacarığı artıq catdə də və dogda da var. Mirasən keçir. Yəni animalda nə varsa, adətən miras əslində hər həyatımızda var deyə hər bir ətrafımızda bu görünür. Aydın məsələ ki, hərdən deyirik, valideyn biri görürsünüz ki, digər valideyn, opsi valideyn deyir ki, buna bax necə gözləri sənə çəkib, sanki sənin səsindir, üzdən sənə oxşuyur. Belə bir şeylər mirasən keçir. Ya da görsən ki, baba ya nənədən rəsm çəkmə bacarığı bax bu nəvəyə mirasən ötürüldü. Nə maraqlı. Digərində yox idi, onda üstdən yazılma yəni heç olmuyor, amma bu birinə keçib. Yəni bundan hamısı elə burada göstərirəm. Yəni ayda sanki sənə oxşayır. Gör necə atasından keçib, gör necə anasından keçib bu və ya digər bacarıqlar. Məhz bu imkan, bu deməli varlıq proqramlaşdırmaya da keçid alıb. İndi fikir verin ki, Kodidə məhz başqa bir yöntəmdə eat adında metod işlədi. Yemək deyək ki, bunda yoxdur. Nə maraqlı, üzərindən yazma olur. Və yaxud, gəlin deyək ki, niyə də yox, olur da, niyə də yox. Gəlin deyək ki, hətta artıq dog yığışdıraq. Burada ehtiyacım yoxdur. Başqa bir şey deyim. Deyim ki, əgər metodu mən dəyişə bilirəmsə, üzərindən yenidən yazaraqdan özünü belə apar, sənə miras olaraq ötürülən kimi yox, onda yəqin ki, gedib deyərəm ki, cat.is alive bərabərdir, false, daha canlı deyildi, ölüb gedibdən.
Belə bir şey deyə bilərəm. Və həqiqətən də mən nəinki metodu eyni zamanda property-ni də dəyişə bilirəm. Və burada artıq konsologda desəm ki, cat is alive run eləsəm false. Amma ümumiyyətlə mən sorsam ki, yaxşı, bəs bu animal vara, bu canlıları təmsil edən obyekt, onun özü is alive necədir? Baxacam ki, ümumiyyətlə canlılar varlığında, heyvanlar aləmində is alive öz yerindədir, amma cat özü artıq da yaşamır. Niyə də yox, neyə? Həyatdır. Tamam, sən demə müdaxilələr etmək olur və overriding baş verə bilir. Sən öz kodunda elə bir şey yaza bilərsən ki, normalda hamıda, hər şeydə miras olaraq bu belə də ötürülür. Amma istisna halı və yaxud da ki, bu dəfə özünü elə aparmasın, başqa cür aparsın istəsənsə, üzərindən yaza bilirsən. Bax, üzərindən yazmaya biz overriding deyirik və class OP dünyasında bu çox normal qəbul olunur. Gəlin mən sizi bu müasir dünyada klassik JavaScript-lə də tanış edim. Məsələn, artıq animallardan əl çəkək, keçid alaq, məsələn, userlərə çox da uzağa getmirik. Demək olar ki, hər yerdə misal və məsələ eynidir. Ta ki, deyir, OOP dünyasına yaxın olasan, bizlər də gəlin user adında bir özdə funksional olaraq yanaşacaq. OOP dünyasına funksional yanaşma var və prototip üzərindən yeritmələr var. Bu köhnədə həmişə yaşayıb və bu bir klassikadır. İstəyirəm onu göstərim sizə. Gəlin deyim ki, user adında bir funksiya yazıram, özüm də bilə-bilə böyük hərflə U yazıram. Niyə class dünyası kimi? Çünki əslində JavaScript-də hər şey obyektdir. Hər şey obyektdir. Və bir çox müasir proqramlaşdırma dillərində də, müasir proqramlaşdırma dillərində də bu aspekt qalır, bu yanaşma qalır. Və gəlin deyim ki, çox şey ötürmürəm, name deyirəm, amma içini gəlin belə yazaq. Biraz da konstruktor vari olsun. Əslində hər şey işləyirik onun içində. Prototip və konstruktor bir yerdə yaşayacaq burada. Onu sizə göstərmək istəyirəm. Çünki köhnə üslubdur, amma işləyirdi, niyə də yox. Nətər yazardım mən konstruktorun içində? Deyərdim ki, this.name bərabərdir name. Belə bir şey yazardım mütləq şəkildə və başqa elementlərim varsa yenə yazardım. Bura başqa bir şey yazardım, aşağı yenə də this-lə vurğulayardım. Görün sanki bundan qabaq öyrəndiyim klassın konstruktorun içini yazdım, düzdürmü? Amma boşuna yazmadım. Əslində vəhdət olaraq çox gözəl bir şey alınacaq indi birazdan. Və getdik. Bu dəfə mən yazmıram object create əsla. Bu dəfə daha köhnə bir maraqlı prototipə yeritmə deyə bir şey var. Və bu səfərdə bir var object create yazanda sənin arxası prototip işləyir. Bir də var ki, prototipin özünə mən bu saat mən birbaşa müdaxilə edəcəm və deyəcəm ki, o bayaq userim var idi. Onun prototipinə müdaxilə edirəm. Baxın, ən köhnə kodlar belə yazılırdı. Biz həmişə prototipinə müdaxilə edirdik. İstədiyimizi əlavə edirdik. Çünki ECMAS 6 dünyası onda hələ yox idi. Klass yazmalar yox idi və belə bir şey deyildi. Məsələn, greet me, məni salamla. Niyə də yox? Və bərabərdir, deyildik function və anonim bir funksiya yazırdıq. Və function və gedib nə deyirdik? Bu anonim funksiyanın içində gedib deyə bilərəm ki, əslində, gəlin return biraz müasir növdə yazaq. Da artıq bizdə templating var, niyə də yox. Köhnə üslublar da yaza bilərik. Da Allah o qədər köhnələrə getməyək, qoy elə dəyişən burada da yaşasın. Templatingdə və gedib nə deyərəm? Deyərəm ki, məsələn, hello və gedib deyərəm ki, this name. Bir fikir verin ki, belə də saxlamaq istəyirəm. İşləyir işləməz, indi birazdan yoxlayacağım. Çünki mənə də çox maraqlıdır bu məqam. Prototype çoxdan da yazmırıq. Həqiqətən həmişə deyirik, amma yazmırıq. Bu dəfə yazaq. Niyə də yox? Və gedək belə bir şey deyim. Deyim ki, məsələn də user 1 amma const deyək. Const user 1 bərabərdir. Nəysə silmədim. User 1 bərabərdir.
və obyekti çağırmış olaq. New user. Çünki yuxarıdakı yazdığım demək olar ki, elə konstruktorun özü də elə deyilmi? Çox maraqlı bir şeydir əslində. New deyəndə onu götürəcəkdir özündə və gəldim ki, bura Cavid yazım və hətta bundan bir dənə də yarazdım. User 2 deyim və məsələn burada da olsun Afaq. Niyə də yox? Afaq. Əla. Və gedib nə etmək istəyərəm? Gəlin birbaşa konsol logda gedim deyim ki user 1.greet me metodunu funksiyonalı çağırım, belə deyim. Və eyni zamanda user 2'ni də deyim, niyə də yox, və qarşıma çıxarmı hello Cavid, hello Afaq. Burada mən bu ana qədər öyrənib bildiyim əslində bir klası yazmamışam, amma çox maraqlıdır. Run edirəm, hello Cavid, hello Afaq. Nə gözəl, nə maraqlı. Məsələn ki, mən bunu müasir formada yazmışam, amma belədir ki, gedərəm deyərəm ki, heç templatingdən istifadə etmirəm. Gedim deyirəm ki, lab hello və üstə gələk sözü gedən o həmin kəs, this name. Niyə də yox? Və yenə də run eləsəm, həmin effekti alacam. Sadəcə mənə icazə verməm. Redaktorum buna müraciət edeyim, belə də yazım. Amma sən demə, gönlünə maraqlı bir məqamdır. Burada konstruktoru yaşam tərzi və prototip müdaxilə. Köhnə, çox köhnə üslubdur. Klasik üslub deyirik biz buna. Amma biz hələ də indi bu saat elə də yazırıq. Köhnə layihələr, köhnə kodlar elə də işləyir. Bugün müasir, yarım müasir formada yazsaq, yenə prototipinə mütləq müraciət edirik ki, o həmin yazdığım hardasa new işləsin və bu konstruktor vari yönəlməklə prototip müdaxilələr də işləmiş olsun. Həddən ziyadə maraqlıdır. Bura bir başqa bir şeylər də deyirik, başqa miras anlamını da atırıq, amma göstərmək istəyirəm ki, klassika nədir? Görün, hardan hara gəldik. Object create yazmamışıq, amma bura new yazmışıq. Class yazmamışıq, amma yenə də metodlar işləyir. Çox maraqlı bir şeydir. Köhnə üslubdur. Amma bugün mirasdan danışırıq, prototipdən danışırıqsa bunu göstərməyə bilməzdim. Biləsiniz ki, prototip dediyimiz nədir? O həqiqətən də prototipdir və həqiqətən də belə müdaxilə edə bilirik. Gəlin bu kodu çevirək normal bildiyimiz ECMAS 6 dünyasına və hiss edək ki, sən demə elə burada doğrudan da ki gizlənir prototip aləmi. Üstəlik də ki, görün necə yer edilibsə, bu sanki miras kimi greet me metodu hər ikisinə şamildir. Əslində bizim üçün zahirən indi yazacağımda bəlkə də o hiss olunmayacaq, amma köhnə dünya üçün bir prototipinə biz elə bir şey yazırdıq ki, da artıq hamısına şamil olunurdu və ötürülürdü. İstəyərəm həmin bir şeyi təzədən bildiyimiz formada yazaq və bir də yada salaq. Deyək ki, class artıq ECMAS 6 gəldi və mənə icazə verir yazmaq class user. Düzdürmü? Tez deyirəm ki, constructor və elə burada mənim işim name ötürməkdir və deməkdir ki, this name bərabərdir name. Belə bir şeyi onsuz da bayaq yazmışdıq. Üstəlik də ki, gedib deyə bilərəm ki, greet me və elə bu greet me-də birbaşa gedib deyərəm ki, return, artıq daha rahat templating istifadə edə bilərəm və hello birbaşa gedim deyim ki, this name mənə nə mane olur ki, belə yazam. Bunun artıq müasir yazı stilidir və aydın məsələdir ki, tək bir user'da desəm məncə bəsdir. Const user 1 bərabərdir new user və gəlin burada deyək ki, Hafiz və Hafiz deyən kimi gedib run. Bu arada console log vermədim. Deyim ki, user 1.greet me deyəcəm metod olaraq və run edən kimi hello Hafiz gəldi. Nə gözəl, nə maraqlı. Artıq prototip nədir bildik.
object create nədir bildik. İncə məqam nədir? Bu object create işində bunların hamısını bildiksə qaldı bu ECMAS 6-da inheritance necə işləyir və necə yazılır bilmək və bununla da bu işin artıq peşəkarı olacaqsınız. Bir çox işlərimizdə onsuz da iştirak edəcək. Bugün tanıtımdır. Təklif edirəm ilk birinci yazdığımın artıq müasir variantını yazaq və deyək ki, məsələn, class animal, düzdürmü? Mən ona birbaşa constructor verəcəm və ECMAS 6-da yazıram və deyirəm ki, class animal və burada birbaşa konstruktorda deyəcəm ki, name onsuz da mən yadınızda vermişdim kodu, düzdürmü? İstəyirəm artıq deyim ki, istənilən bir heyvana mən ad verəcəm mütləq şəkildə və indidən deyim ki, this name bərabərdir name və yadınızdadırsa istənilən bir heyvan həm də yeməyi də bacarırdı və ona görə də eat adında birbaşa gəlin deyim ki, imkan verirəm və burada deyirəm ki, adı vurğulanan kimdirsə, mən rahat deyə bilərəm ki, return elə birbaşa templating-dir. Gəlin deyim ki, sözü gələn o həmin adı vurğulanan this name, düzdürmü? Deyim ki, is eating. Yadındadır ki, belə bir şey mən yazmışdım. Bu ana qədər, düzdürmü? Sonra bir cat var idi. Yaradaq mı? Class cat. Və məhz miras işini mən extend adında açardan istifadə edəcəm və deyəcəm ki, nə varsa animaldan götürsün. Bu qədər. Məncə belə hələ ki saxlayım. Və içini heç doldurmuram. Heç. Amma artıq animalda nə varsa ona keçid almalıdır. İş işaya həmin cat olan klasın törəməsini, obyektini yaratsam. Gəlin belə deyiləyək. Gəlin deyim ki, const cat bərabərdir new cat. Düzdürmü? Və ona kodi verim. Bu qədər. Ay Allah, nə yazıram mən? Kodi verim. Və console logda birbaşa deyim ki, bir mənə cat.name var idi. Onu mənə göstərə bilərsənmi? Kodi gəldi. Allah. Düzdür. Name əvəzinə məsələn age desəm, nə cat adında klassda var, nə də ki animalda var. Aydın məsələdir ki, mən undefined alacağım. Tamam mı? Bunu bildik. Bir də var ki, mən gedim eat adında metodu çağırım və run edim. Kodi is eating. Gözəl. Əla. Cat'in içində heç nə yoxdur ha. Hər şey animaldan gəldi. Aydın məsələn ki, mən buranı yığışdıran kimi və run eləsəm, mənə deyəcək ki, bir dəqiqə. Eat nə metodudur ki, bu yemək barədə necə danışaq, əgər cat adında klassda elə bir şey yoxdur. Tamamilə doğrudur. Belə bir metodu yoxdursa, nə deyə, hələ mən onu çağırmaq da istəyirəm. Amma belə miras olaraq extend mənə kömək edir. Eyni zamanda mən overriding'də niyə də eləməyim? Yadınızdadırmı? Burada görəsən həmin adda özüm bilə həmin adda gedib desəm ki, artıq burada is alive vermirəm da, yadınızdadırsa. Həmin adda məsələn gedib desəm ki, gəl bir dənə də return edək və deyim ki, stop eating. Məncə belə də yazmışdım keçən dəfə və bu səfərində run eləsəm stop eating gəlir. Çünki özündə var ikən yuxarıdakı eyni addan olsa belə üzərindən yazmış olur və özündəki daha vacib olur, özündəkini çağırır. Yoxdursa, artıq miras olaraq belə bir metod varsa ona gələcəkdir. Əgər valideyn klassda varsa, valideyn klassı animaldır. Əgər valideyn klassda varsa və övlad klassda varsa, onda üstünlük övlad klassın özündədir və beləliklə bir fikir verin ki, nə maraqlı, ən sadə kodda bu işi göstərdim.
Amma bir iki məqamı da var. Onu da göstərim. Məncə beləliklə miras işini tamamilə tanımış olacaq. Mən istəyirəm bir də əlavə elə bir şey var ki, mütləq OOP dünyasında istifadə ediləcək siz tərəfdən, onu da göstərim. Məsələn, fikir verin ki, mənim Animal adında ana klasımda konstruktor var, düzdürmü? Və gedək mən öz cat olan ehtiyac var da, mənim cat olan klasımda da konstruktor var. Çünki sən demə və məsələ ondadır ki, mənə lazım olacaq bir adından başqa bir də yaş. Məsələn, deyək ki, 11 yaş, məsələn deyəm. Həm ad ötürəcəm, həm yaş. Amma bu yaş həmişə ancaq cat, dog və digər bu kimi alt klasa aid olacaq, amma animalda yaş ötürmək istəmirəm. Məsələn, sən demə constructor olacaq, yenə də ada ehtiyacım olacaq yəqin ki, məsələn, düzdürmü? Əlavə olaraq age lazımdır mənə və gedib demək istəyirəm ki, this nöqtə age bərabərdir age. Nerə yox, belə bir şey deyim. Adı var. Adı onsuz da yuxarıdan gəlməlidir düşünürəm mən. Amma yaş məsələsini bu klasın içində, həmin bu klasın konstruktorunun içində təşkil etmək istəyirəm. Və indi bu saat, hal-hazırda mən nə etmək istəyirəm? Gəlin cat it yığışdırım. Və göstərmək istədiyim əslində nədir? Mənə bir cat.name göstər də zəhmət olmasa deyirəm və run edirəm. Məsələn, ondadır ki, mən age barədə, gəlin bir daha run edim, mən age barədə bir error alıram. Nədənsə və burada error əslində mənə artıq deyir, o qədər də yaxşı deyil və nədənsə mən burada bir problemlə üzləşirəm. Çünki iki constructor üst-üstə düşdü. Mən it adına metodu bilə-bilə birinci yazdım. Məsələn, ondadır ki, bir var ki, hər iki klassda eyni adda metod var və bir-birinin üzərindən yazılmış olur. Bir də var ki, konstruktor burada məndə konflikt törətdi. Obyekt yaradan kimi konstruktor işləməlidir. Amma bir dəqiqə, burada öz konstruktoru da var və miras olaraq valideyndən gələn də konstruktor var. Nə edim ki, o valideyndəki də işləsin, özümdəki də sonra davam eləyim. Və ümumiyyətlə valideynin deyə bir şey istəsənsə, super adında çox maraqlı bir çağırış var. Mən deyirəm ki, valideynimin konstruktorunu çağırmaq istəyirəm və name'i ona ötürmək istəyirəm. Run edəndə artıq kodu gəldi. Nə gözəl, nə maraqlı. Sən demə bunu verməsəm işləmir. Aydındırmı? Gəlin burada deyək ki, bir anlıq console log parent constructor. Niyə də yox? Belə bir şey deyim bir anlıq və gedim eyni zamanda buradan aşağı bir də ən sonda da bu konstruktorun içində deyim ki, gəlin deyək ki, child constructor və run edim. Bir fikir verin ki, nə baş verir? Parent constructor işləyir, oradan ad məsələsini təşkil edir, sonra da child constructor işə düşür və yaş məsələsi artıq təşkil olunur və age deməyim, yaşını da göstər deməyim tam rahat şəkildə təşkil olunur. Ümumiyyətlə, super adında da imkan mütləq şəkildə istifadə olunur OOP dünyasında və bu o deməkdir ki, valideynin, məsələn ondadır, məhz kimdən mən miras alıramsa hər şey, bax ona yönələ bilirəm, çünki o mənə valideyn olur və çox zamanda super məhz onun üçündür və bundan sonra artıq bilirəm ki, təzad törədəcək, konflikt törədəcək anlar və yaxud da ki, boş buraxdığım anlar, o ki, mənə hələ ayrıca gəlməlidir valideyndən və valideynin, məsələn onda ki, valideynin deyəndə mütləq şəkildə super deyə çağırış etməliyəm. Sual verə bilərsiniz ki, bu super başqa harda işləyir və ümumiyyətlə ancaq konstruktorda mı yaşayır?
Əsla. Üstəlik də ki, yalnız və yalnız konstruktörun içində superdən sonra mötərizə açılır. Başqa heç yerdə o istifadə olunmur. O mötərizə ona görə lazımdır ki, valideyndə olan konstruktor çağırarkən nə parametrlər yuxarıda vurğulamısansa, aşağıda onu vermək istəyəcəksən yəqin ki, məhz ona görə burada mötərizə dayanır, amma başqa heç bir yerdə dayanmır. Məsələn, valideyndə gedib demək istəyərəm, məsələn, sound. Hər hansı bir heyvanın özünə məxsus olan bir səs çıxartması var, düzdürmü? Gəlin deyək ki, return və ümumiyyətlə əgər vurğulanmayıbsa səs pişiyin, itin, onda ümumiyyətlə ana class animalda deyim ki, no sound. Belə bir şey deyim, yəni müəyyən etməmsənsə səs yoxdur, düzdürmü? Və indi bu saat məsələ nədir? Gəlin deyək ki, burada deyim ki, məsələn, deyək ki, show sound. O qədər də maraqlı deyil indi bu saat mənim metodların adı. Amma niyə də return də deməyim ki, mirasən gələcək ha. Miras olaraq mənə sound gələcək, düzdürmü? Gəlin deyim ki, return this sound, düzdürmü? Və indi bu saat run etməyə cəhd dedim. Özdəki bu arada daha bunlara ehtiyacım yoxdur. Gəlin yığışdırım və dediyim kimi ancaq konstruktorun içində super mötərizə iləndir. Amma digərində olmayacaq. Olmayacaq və necə olacaq? İndi bu saat gəlin onu sizə göstərim və yaşa da ehtiyacım yoxdur. Gəlin bunu da burada silim və getdik. Deyim ki, show sound adında mənim metodum var da, catdə yazdığım cat deməli klassın içində, düzdürmü? O da gedir miras olaraq animaldan gələn metodun nəticəsini göstərməyə cəhd edəcək. Run edirəm, no sound, əla, söz yox. Amma bir də var ki, özünün sound adında bir deməli metodu var və return gəlin deyək ki, meow verir, düzdürmü? Run eləsəm, daha no sound yoxdur. Meow. Amma burada this mənə özünün deyərkən, özündə sound var deyə özündə göstərirdi. Amma özündə yoxdursa, valideyndə varsa, valideyndəkini göstərirdi və burada super iştirak etmirdi. Bir də var ki, mən deyim ki, yox, sən özündəkini göstərmə. Özündə olsa belə super deyirəm, valideyndə olanı göstər. Hə, bu zaman run eləsəm, no sound. Baxın, çox maraqlı bir effektdir ki, biləsiniz, haçan və necə bunu çağırma olar. Yəni, ola bilsin ki, soundlar indi bu saat biri-birinə overriding olub, sən kimi çağırmaq istəyirsən. Hələ də özündə olanı, yoxsa valideyndə olan sənə daha maraqlıdır. Və belə bir şeylərdə istifadə olunur. Aydın məsələ ki, show soundun əvəzinə məhz catdə olan soundu çağırmaq istəyirəmsə, meow gələcək. Sizə bilə-bilə elə onun içindəcə, gəlin elə onun içindəcə class supper və sound deyim. Yəni hətta övlad olan soundun içində, cat'in içində gedib valideyn olan soundu çağırmaq istəyirəm. Və birinci o görünsün, no sound, sonra da meow. Bunlar hamısı çox vacibdir. Gəldi və valideyndə olan bir çox şeylər var ki, mənə lazım olsa onu çağırmağa və məhz valideyndə olan çağırılsın. Bax, o zaman mən super adında imkanı burada tətbiq edirəm. Bu arada az qalan nəyi unutduq, bir də danışaq. Enkapsulyasiyanın özü inheritance necədir? Düzdür, onsuz da public olan hər şey ötürülür. Gördüyümüz kimi istər metod, istərsə də property. Amma gəlin deyək ki, class user, düzdürmü? Qeyri-adi bir şey deməyəcəm və birbaşa gəlin keçid alım. Sadəcə konstruktorunda cəhd edim. Deyim ki, user name və password. Hətta username'i balaca da yazmaq olar. Username, password və getdi. Amma məsələ ondadır ki, private məsələsi var. Gəlin deyim ki, password qoy belə də qalsın və burada vurulamaq istədiyim nədir? Deyim ki, this username bərabərdir username və eyni zamanda this nöqtə
password, neyse düzelemedim. This nokta password beraberdir password. Və nə etmək istəyirəm? Belə bir şey yazdım. Qalan heç nə yazmıram, yoxlamalar və s. və ilaxır. Amma nə etmək istəyirəm əslində? Mənə çox maraqlıdır ki, məsələn, class admin belə bir şey yazdım, düzdürmü? Extends user belə bir şey deyim, niyə də yox. Və işim nədən ibarətdir? Yenə də konstruktor olacaq bir mənalı olaraq və üstəlik də ki, mən mütləq şəkildə username deməliyəm, yəni deyək ki, password deməliyəm və məsələn role deyəcəm və hətta deyəcəm ki, this role bərabərdir role. Amma aydın məsələdir ki, da valideyndə olan mən bir daha yazmamaq üçün valideyndə olan superi konstruktoru çağıra bilərəm. Deyə bilərəm ki, super və username və bir də ki, password. Bura kimi hər şey gözəldir əslində. Düzdürmü? Və gedib desəm ki, məsələn, const admin bərabərdir. Gəlin deyək ki, user bərabərdir new admin, düzdürmü? Və burada desəm ki, sadəcə username olsun Cody, şifrə olsun 1, 2, 3 və deməli role olacaq admin. Belə bir şey yazmam məncə yetərlidir. İndi bu saat maraqlı tərəf nədir? Desəm ki, user nöqtə məsələn username. Hətta gəlin username admin və yaxud düz yazmışdım. Admin olsun, daha da maraqlı olsun. Admin və deməli admin username'i görmək istəyirəm. Cody gəldi. Tamam. Admin password demək istəyirəm. Run edirəm. Undefined. Ən əsas da budur. Undefined. Yoxdur password. Private'dir. Mən onu görənmirəm. Aydındırmı? Çox maraqlı bir şeydir və bunu artıq anladım. Eyni zamanda mənə çox maraqlıdır. Görəsən həddən ziyadə maraqlı məqam budur. Görəsən belə bir şey yaza bilərəmmi? Console log super nöqtə və password. Belə bir şey görmək istəyirəm əslində və run etmək istəyirəm. Və məsələ ondadır ki, mən artıq error alıram. Private field məsələsi çıxır qarşıma və biləm ki, sən demə, belə bir şey soruşmaq heç olmur da, adı üstündə heç bir private gəlməyəcək. Private onun üçündür ki, orada yaşasın və bura əlim çatmayacaqdır. Amma həmin şifrə məsələsini super vasitəsilə mən yuxarıya ötürdüm. Belə super məsələləri burada mənə kömək olur və salam, bundan sonra nə yazırsınız yazın, fərq eləmir və mən bilirəm ki, bu iş necə tənzimlənir. Əsas da budur. Bunları gözəl bildikcə, düzgün yerə tətbiq etdikcə olur daha maraqlı və göstərmək istəyirəm ki, private olan dəyər heç bir burada özünü göstərə bilmir. Mümkün də deyil göstərə. Eyni zamanda classda desəm ki, gəl bir this, görsən mənə ötürülə bilərmi password'ın özü, password və belə bir şey yazıb yenə də run etməyə cəhd eləsəm, yenə görəcəm ki, private field must be declared. Nəsə demək istəyir, bir sözlə o mənə gəlmir də. Bu elə bir ki, mən özümdə eləyəm. Özümdə istəmirəm, mənə valideyndən gələcəksə, mən onu görmək istəyirəm, yenə də görə bilmirəm ki, enkapsulyasiya zamanı artıq anlayıram ki, yəni miras private olan, özünə aid olan bir şey miras olaraq mənim klassıma keçən deyil. Ən sonunda bizə qalan sadəcə bir yoxlamadır. Haçan hər hansı bir obyekt, hər hansı bir klassın törəməsidir ya yox. Bunu bilmək üçün sadəcə gəlin bir klass yazım, amma içini doldurmayacağım. Klass məsələn alfa və gəlin bir klassda yazım
class beta extends alfa ve içini heç də doldurmaq niyyətim yoxdur, amma deyək ki const data və bərabərdir new beta. Böyle bir şey demək istəyirəm əslində. Və qalır nə? Konsollarda gedim soruşum, görsən həqiqətən də bu data object var ha. Instance of törənməsidirmi? Məsələn, beta klasın çox maraqlıdır mənə və bəli. Amma dayan görüm. Burada bir klass yazdım. Class məsələn Z. Başka bir şey de demeyeyim. Ve çok maraqlıdır ki, bəs Z klassım da var mənim burada, düzdürmü? Görüm ona, demək onun törəməsidir ya yox. Xeyr, onun törəməsi deyil. Bəs yaxşı, data bərabərdir new beta yazmışdım deyə mənə demiş ki, bəli bu onun törəməsidir. Tamam, bəs alfaya da törəmə sayılır mı? Və gəlin run edim, eyvallah. Bəli, həqiqətən də ikisini də gəlin ikisini də əslində göstərməyə cəhd edim və gedim deyim ki, məsələn deyək ki, burada da bir beta yazım. Məncə belə bəs edir və run edim və məsələn belə görə bilərəm ki, mən betanın obyektini yaratmışdım, betadan obyekt yaratmışdım, amma inheritance var diye, miras var diye bu əlaqəni bir də alfadan görür. Yəni biləsiniz ki, instance of alfa, instance of beta versəm, sözü gedən data obyektdən nə nəticə gələcək bilərsiniz və həqiqətən də mən nə varsa alfadan beta'ya vermiş olacağım. Eyni zamanda adlar eynidirsə, onda overriding olacaq və beta'da olan əsas olacaq. Yox, işte şayət beta'nın içində də hansısa bir alfanın, amma yenə də eyni adda bir metodlarına müraciət edib onları da çağırmaq istəsəniz, burada artıq super lazım olacaq. Və bu kimi bilikləri hamısını çox yazıb tətbiq etsəniz, həqiqətən də gələcəyiniz super olacaq. Bu arada bugünkü mövzuyla həm klasik JavaScript-i gördük, həm də müasir. Düzü bizlər hamımız müasirdə yazırıq. Üstəlik gələcəkdə TypeScript gəlir və bu biliklər hamısı cəmləşib gələcəkdə kitabxana və frameworklərdən istifadəni daha da maraqlı edəcəkdir. Amma istehsalat var ki, köhnədən dəyişməz olan kompüterə mütləq müraciət olur, amma yenilikləri də istəyir. Məhz o zaman biz bilirik ki, köhnə klasik JavaScript-də də yazmaq lazımdır. Və beləliklə o prototype nədir ki, onu da bugün göstərdim. Sən demə özəyidir, varlığıdır inheritance, miras anlamının. Və mən özüm baxmayaraq ki, ECMAS 6 dünyasında yazıram, nəinki mən, hamımız daha da mürəkkəb, daha da kompleks məsələlərə bugün elə müasir JavaScript-də yazıb keçid alırıq, amma unutmuruq ki, bütün bu işin səhnə arxası həmin prototipdir. Biz gələcəyində çox maraqlı layihələr yazacaq. Mən tələbələrimə həmişə elə bir məsələlər qoyuram ki, onlar düşünür və bu məsələni daha gözəl bilməsi üçün biraz da tər tökürlər. Çünki başqa variantı yoxdur oxumağın. Gələcəyinə TypeScript üzərindən frameworklərdə işləyəndə belə istəyirəm tələbə unutmasın ki, bu qədərdir yazdığımızın əslində arxa fonunda prototip dayanır. JavaScript obyekt yönümlü proqramlaşdırma ailəsində bütün içində varlığı obyektdir. Bu həmin o dillərdən biridir. Ona görə də biz elə çox yazacaq. Bu səbəblə nə edirik? Kocaz kanalına abunə oluruq. Hər kəsə abunə olmağa sövq edirik. Like və paylaşım edirik ki, YouTube hər kəsə Kocaz kanalında olan videoları təklif etsin. Qoy yeni gələnlər də belə bir kanalın var olduğunu bilsinlər. Sağ olun, sağ salamat.